Bir kişi bazara gedir. Bazara gedəndə bazarda dostun qaynanasından rastlaşır. Dostun qaynanasından rastlaşır, hal-əhval bilir, deyir nətərsən, nağarsan, nə var, nə yox. Qaynana da deyir ki, arvad da deyir ki, çox sağ ol, yaxşıyam, yaxşılıqdır. Dostu nəsə bazarlıq ilə qaynanadan ayrılır, bazarlıq eləyir, evə qayıdır. Gələndən bir saat sonra eşidir ki, bəs dostun qaynanası ölüb. Deyir ki, şu ola bilməz, arvadı mən hincə bazarda görmüşəm, diri pirimi idi, çox yaxşı idi vəziyyəti. Yəni, onda ölüm suyumu yox idi. Bu nəydən ölübdür? Durur, nəsə, geyinir, gəlir yasa. Yasda soruşur ki, ay bala, bu arvadı mən bir saat qabaq bazarda görmüşəm, lap yaxşı idi vəziyyəti, gül kimi arvadı idi. Bu nəydən ölüb? Qayıdıb deyir ki, dostu, bəs zəhərli konserva yediriblər, ondan suroku keçmiş konserva yediriblər, ondan zəhərlənib ölübdür. Onda kişi qayıdır ki, dostuna deyir ki, qoy gəlin, gedin bir arvadla mən halallaşım, sağollaşım, bir saat qabaq görmüşəm da, ürəyim pis olur. Deyirlər, yaxşı, get halallaş. Gəlir, kəfəni qaldırır, üzünü açır, deyir, bu nədir, bəs deyir, konservadan zəhərlənmə, valla bunun üzü dərbadandır ki, deyir ki, dostu qayıdır, deyir ki, narım yemirdi da. Bir günlərim Amerika alimləri, həkimləri, şəki həkimlərlə görüşməyə gəlirlər. Amerika həkimləri gəlir, bunlarla diskusiya eləyəndə deyir ki, tibb bu saat biraz geridə qalıb da, tibb o qədər də inkişaf eləməyib. Məsələn, birin biz mədə xərçəngindən müalicə eləyirik, miqrendən ölür. Məsələn, ürəkdən müalicə eləyirik, böyrək çatmamazlığından ölür. Birini, məsələn, insultdan müalicə eləyirik, bu dəfə gəlib infarktdan ölür. Şəki həkimlər başlayırlar bunlara gülməyə. Biraz xeylaq gülürlər, deyirlər ki, siz geridə qalmışsınız, tibb lap yaxşı inkişaf eləyib. Bax, biz nəydən diaqnoz qoyuruqsa, elə ondan ölürlər xəstələr. Bir kişinin qaynanası 96 yaşında olur, aparır ora həkimə, bura həkimə, ora sürüyür. Bir gündən də bir dostu bunu görür, deyir ki, abala, nə olub, deyir, heç nə daha görmürsən, bu qoca arvaqdır, 96 yaşında, hara aparıq, ağrılar kəsilmir, azalmır, həmişə zarıyır, inir, deyir. Bu biri qayıdıb ona deyir ki, abala, onu palçıq vannasına apar. Deyir ki, doğrudan deyirsən, palçıq vannasına aparsam, görəsən buna xeyri olar. Deyir, abala, palçıq vannası ona xeyri olmasa da, arvad yavaş-yavaş torpağa öyrəşər.